Bir gün Xaçmaz rayonunda Şəxsiyyətlər Parkı adlanan yerdə yolun açılışı hazırlanır, işler görülür. Tam hazırdırsa sabah inşallah açılır, hazırdır. Güzel bir yol, ışık direkleri, oturacaklar, şəxsiyyətlərin abidələri yenidən rənglənib. Bir sözlə qəşəng bir Heydər Əliyev prospektin yol açılışı hazırdır. Demək olar sabiq icra başçısı Şəmsəddin Xanbaba öndərində bağlanmış bu yol park şəklinə çevrilmişdir. İndi hal-hazırda Xaçmaz rayon icra hakimiyyəti başçısı Elmin Rızayevin təşəbbüsünə bu yolun açılışına tam hazırdır. Avtomobillerin gediş gəlişi bərpa olunacaq sabahtan. Velosiped yoludur. Bu yol birbaşa Heydər Əliyev prospektinə və üzü sola Bakı yoluna çıxacağı gözlənilir. Tam bu qədər. Hər birinizi təbrik edirəm Xaçmaz sürücüləri, Xaçmaz əhalini. Həm qarşıda gələn Novruz bayramını təbrik edirəm, həm qarşıda gələn Ramazan bayramınızı təbrik edirəm. Yeni yol, yeni gələcək deməkdir.